Qoç bürcü. Mühüm məsələləri günün əvvəlində qərar verməmək daha yaxşıdır. Vəziyyəti obyektiv qiymətləndirmək sizin üçün çox çətin olacaq, özünüzün və ya başqalarının xəyallarının qurbanı olmaq riski yüksəkdir. Biraz gözləyin, etibar etdiyiniz insanlarla məsləhətləşin və ən yaxşı şəkildə necə davranacağınız tezliklə aydın olacaq. Adi işlər adi haldan daha çox səy tələb edə bilər, lakin bu sizi qorxutmayacaq və təslim olmağa vadar etməyəcək. Bir çox qoçlar bugün inadkarlıqları, məqsədlərindən əl çəkmək istəməmələri sayəsində uğur qazanacaqlar. Bu, ətrafdakılarda həqiqi hörmətə səbəb olacaqdır. Bəziləri hətta işarənin nümayəndələrinin nümunəsini izləyəcəklər, lakin daha az müvəffəqiyyətlə. Köhnə şikayətləri və ya çoxdan həll edilmiş problemləri xatırlamamağa çalışın. Keçmişi düşünməkdən həddən artıq başınıza gəlirsinizsə, indi çox dəyər verdiyiniz münasibətləri pozmaq riski daşıyırsınız. Gənc qoçlar günün ikinci yarısı üçün romantik görüş planlaşdıra bilərlər, yaxşı keçəcək. Axşam saatlarında çətin söhbətlərdən və ya artıq fikir ayrılığına səbəb olmuş mövzuların müzakirəsindən çəkinmək daha yaxşıdır. Daha sadə bir şeyə üstünlük verin və görəcəksiniz ki, təkcə sizin deyil, həm də yaxınlarınızın əhval-ruhiyyəsi yaxşılaşır. Buğa bürcü. Uzun müddət gözdən salmağa çalışdığınız problemləri həll etməyin vaxtıdır. Bugün o qədər də çətin olmayacaq, son həftələrdə qazandığınız təcrübə sizə kömək edəcək və kömək etməyə hazır olan insanlar sizi ruhdan salmayacaqlar. Köhnə işgüzar əlaqələri gücləndirmək şansını qaçırmayın, tezliklə onlar sizin üçün yenidən faydalı olacaq. Gün maliyyə məsələlərinin həlli, böyük alışların planlaşdırılması, qiymətli əmlakla bağlı sənədlərin hazırlanması üçün əlverişli olacaq. Qohumlar və ya dostlar işdə kömək edə bilər, onların müdaxiləsi çox şeyi sadələşdirəcək. Bütün buğaların ahəngdar şəxsi münasibətləri olmayacaq. Bəziləri həddindən artıq şübhə və qısqanclığa meyilli olacaqlar, bu da yaxınlarınızla ünsiyyəti adi haldan daha az sevindirəcək. Gələcək haqqında düşünmək yaxşıdır, ancaq xəyal etmək deyil, real imkanlar haqqında düşünmək və müzakirə etmək vacibdir. Sevdiyiniz insanla birlikdə nə etmək istədiyinizi danışmağa dəyər, bu əhvalınızı yüksəldəcək. Əkizlər bürcü. Heç bir ciddi problem gözləməyin, ancaq kiçik çətinliklərə zehni olaraq hazır olun. Bugün həlli dərhal mümkün olmayacaq yeni vəzifələr gətirə bilər. Bundan əlavə, kömək gözlədiyiniz insanlar öz işləri ilə çox məşğul olacaqlar, ona görə də yalnız özünüzə güvənin. Bununla belə yolda keçilməz maneələr olmayacaq. Siz əzmkarlıq və təxəyyül nümayiş etdirməli olacaqsınız. Bunu etsəniz, şübhəsiz ki, məqsədə çatmaq üçün bir yol tapacaqsınız. Və bugün qazanılan təcrübə bir dəfədən çox faydalı olacaq. Bürcün bəzi nümayəndələri tezliklə gəlir artımına nail olacaqlar. Əhval dəyişkən olacaq. Qıcıqlanma anında sizin üçün çox əziz olan bir insanı incitməmək üçün mənfi emosiyaları nəzarət altında saxlamağa çalışın. Əkizlər bürcünün valideynləri uşaqlara xüsusi diqqət yetirməlidirlər, onlara həqiqətən ehtiyacı var. Səfərlər zamanı maraqlı tanışlıqlar ola bilər. Ani bir görüş əsl sevginin başlanğıcı ola bilər, ancaq onu başa düşmək üçün biraz vaxt lazımdır. Xərçəng bürcü. Bugün hətta çox vacib şeylərə diqqət yetirmək çətin olacaq. Bunun üçün özünüzü danlamayın, ancaq bir şeyi sonraya qoyub gedə biləcəyinizi düşünün. Gün problemləri həll etməkdənsə xoş fəaliyyətlər üçün daha münasibdir. Əgər kimsə sizə kömək etmək istəyirsə, ondan imtina etməyin, o ən yaxşı niyyətdədir və sizin üçün faydalı olacaq. Günün ilk yarısı olduqca mənasız keçə bilər, lakin ikinci yarısı daha əlverişli olacaq. Danışıqlar, potensial tərəfdaşlar və işə götürənlərlə görüşlər, ictimai çıxışlar üçün uyğun olacaq. Alış-verişə gedə bilərsiniz, heç nəyə pul xərcləməyəcəksiniz, həqiqətən yaxşı şeylər seçəcəksiniz və onlar üçün artıq pul ödəməyəcəksiniz. Amma kiməsə borc vermək məsləhət deyil, söz verdikləri vaxtdan gec qaytaracaqlar. Yaxınlarınızla fikir ayrılıqlarının qarşısını almaq istəyirsiniz. Onların kiçik zəifliklərinə qarşı yumşaq olun. Bəli, başqalarının nöqsanları qıcıqlandıra bilər, amma bugün tənqidi iradlardan çəkinmək daha yaxşıdır. Şir bürcü. Siz o qədər qərarlısınız ki, ətrafınızdakılar üçün təhlükəli ola bilər. Siz dərhal bütün məqsədlərinizə çatmaq istəyirsiniz, ancaq belə tələskənliyin nəyə gətirib çıxaracağını həmişə düşünmürsünüz. Buna görə də ciddi bir işə başlamazdan əvvəl özünüzə və başqalarına zərər verməyəcəyinizə əmin olun.
Düşünülməmiş sözlər və hərəkətlər səbəbindən həmkarlarla münasibətlərdə problemlər yarana bilər. Bəzi şirlər özlərini mürəkkəb və uzun müddətli münaqişəyə cəlb edəcək, bu da məhsuldar işə mane olacaq. Məqsədlərinə manipulyasiya yolu ilə çatmağa çalışan, intriqa və dedikodu sevənlərdən uzaq durun. Pulla, xüsusən də başqalarının pulu və ya borc götürdüyü pullarla diqqətli olun. Bugün nə qədər qənaətçisinizsə, növbəti bir neçə gün və ya hətta həftələr maliyyə baxımından bir o qədər uğurlu olacaq. Bugün sizi mütləq sevindirəcək şey sevdiyiniz insanla münasibətinizdir. O, istənilən şəraitdə sizin tərəfinizdə olacaq, dəstək və kömək etməyə çalışacaq. Romantik sürprizlər mümkündür, qeyri-adi tarixlər uzun müddət yadda qalacaq. Qız bürcü. Gününüzü vacib, çətin və məsuliyyətli bir işlə başlayın. Birincisi, bunu sizdən yaxşı heç kim edə bilməz. İkincisi, uğurla başa çatdıqdan sonra özünüzü xüsusilə şən və enerjili hiss edəcəksiniz. Daha sonra tanış işlərin və gündəlik məsələlərin həllinə keçə biləcəksiniz, onlar yorucu və darıxdırıcı görünməyəcək. Həmkarlar həmişəkindən daha tez-tez məsləhət və ya kömək istəyəcəklər. Burada diqqətli olmalısınız, çünki kiminsə sizin xeyirxahlığınızdan sui-istifadə etmək istəməsi riski var. Vacib iş məsələlərini müzakirə etmək üçün ən yaxşı vaxt günün ikinci yarısıdır. O zaman hamını haqlı olduğunuza inandırmaq daha asan olacaq. Evdə həmişəkindən daha çox iş olacaq. Mümkündür ki, bunu tək başına etməli olacaqsınız, çünki yaxınlarınız başqa bir şeylə məşğul olacaqlar. Özünüzü həddən artıq işləməməyə çalışın, həyat potensialınız bir qədər azalıb və bu əmək şücaətləri üçün ən yaxşı vaxt deyil. Gənc qız bürclərini şəxsi münasibətlərdə bəzi məyusluqlar gözləyə bilər. Bürcün bu cür nümayəndələri sevdiklərinə qarşı çox tələbkar olacaqlar. Ancaq yaşlılar hər şeyin necə getdiyindən çox məmnun olacaqlar. Tərəzi bürcü. Günün əvvəlində özünüzə çox güvənməyin, bu münasibətlərdə problemlər yarada bilər və başqa çətinliklər də gətirə bilər. Haqlı olduğunuzu dəqiq bilsəniz belə, razılaşmayanları səbirlə dinləməyə çalışın. Bu, onlarla razılaşmağın necə daha yaxşı olacağını anlamağa imkan verəcək. Gün yeni başlanğıclar üçün deyil, tanış fəaliyyətlər üçün daha münasibdir. Əgər sizə tanış olmayan bir şey götürmək lazımdırsa, kimin təcrübəsindən istifadə edə biləcəyinizi düşünün və belə bir insandan məsləhət və suallar verməkdən çəkinməyin. Sizdən yaşlı və ya daha yüksək vəzifə tutanlarla güclərini birləşdirmək üçün münasib gündür. Bir çox tərəzilər üçün bugün şəxsi münasibətlər ön plana çıxacaq. Sevdiklərinizlə ünsiyyət enerji və nikbinlik bəxş edəcək, sevilən insanla görüş ilham və ilham verəcək. Siz bəzi xüsusi tədbir planlaşdıra və ya kiçik bir ev tətili təşkil edə bilərsiniz. Bu, hər kəsin əhval-ruhiyyəsini yüksəldəcək. Gün gələcək haqqında düşünmək üçün də əlverişli olacaq. İntuisiya narahatlıq və narahatlığın öhdəsindən gəlməyə kömək edəcək. Həqiqətən nə istədiyinizi və buna necə nail olacağını başa düşəcəksiniz. Bu, uzun müddətli şübhələrə son qoyacaq. Əqrəb bürcü. Kiçik anlaşılmazlıqlar, çətinliklər və gecikmələr qıcıqlandıracaq, lakin dayanmayacaq. Bugünün necə keçməsindən asılı olmayaraq, şübhəsiz ki, sonuna qədər bir neçə vacib işdə uğur qazanacaqsınız və ümumiyyətlə hər şeyin necə getdiyindən razı qalacaqsınız. Bununla belə, bir neçə xoşa gəlməz anlara dözməli olacaqsınız. İşdə həmkarlarınızın ləngliyi sizi qıcıqlandıra bilər, evdə, yaxınlarınızın sizi həmişə bir baxışda başa düşə bilməməsi sizi qıcıqlandıra bilər. Amma negativ emosiyalara təslim olmayacaqsınız, kiçik bir mübahisənin də qarşısını almaq üçün səy göstərəcəksiniz və ətrafınızdakılar buna görə minnətdar olacaqlar. Gün gözlənilməz diqqət əlamətləri, kiçik hədiyyələr ilə sevindirəcəkdir. Sevgi içində olan əqrəbləri isə romantik sürprizlər gözləyir. Kimsə çoxdan xəyal etdiyi bir etirafı eşidəcək. Yaradıcı tiplər bəzi dəyişikliklərə ciddi ehtiyac duyduqlarını hiss edə bilərlər. Gün üçün qısa bir səyahət, maraqlı bir hadisə, yeni təəssürat gətirəcək bir şey planlaşdırmağa dəyər. Əsas odur ki, sizin üçün həqiqətən əziz olanı riskə atmayın. Ox atan bürcü. Səhər elə bil ki, hamı sui-qəsd edib və qəsdən səbrinizi sınayır. Ancaq mənfi tendensiyaların təsiri uzun sürməyəcək, başqaları ilə münasibətlər tez bir zamanda yaxşılaşacaq və siz yenidən şirkət və insanları başa düşmək dəstəyindən həzz alacaqsınız. Gün təşkilati məsələlərin həlli, sənədlərlə işləmək, hesabatların tərtibi üçün münasibdir. Lazımsız şeylərdən qurtulmaq və səliqə sahman etmək də çox yaxşıdır. Bunlar əhvalınızı yüksəldən və tanış şeylərə təzə nəzər salmağa kömək edən fəaliyyətlərdir.
Mənasız təlaşdan tamamilə qaça bilməyəcəksiniz, ancaq prioritetlərinizi düzgün təyin edəcəksiniz və xırda şeylərə çox vaxt və enerji sərf etməyəcəksiniz. Günün ortası həm ciddi məsələlər, həm də mühüm söhbətlər üçün xüsusilə əlverişli olacaq. Axşam üçün xüsusilə yorucu bir şey planlaşdırmamaq daha yaxşıdır. Bu zaman yəqin ki, dincəlmək istəyəcəksiniz. Sevilən biriniz sizi müşayiət etsə yaxşıdır. Onunla danışmaq üçün bir şey tapacaqsınız. Köhnə bir hobbi də xatırlaya bilərsiniz. Bu, yenidən çox müsbət emosiyalar verəcəkdir. Oğlaq bürcü. Gün ən asan deyil, amma vacib məsələləri təxirə salmasanız, kifayət qədər uğurlu olacaq. Ən çətin məsələlərin həlli ilə başlayın. Səhər onların öhdəsindən gəlmək bir qədər asan olacaq. Bundan əlavə, bu zaman ətrafınızdakılar onlardan nə istədiyinizi daha yaxşı başa düşəcəklər. Xoş tanışlıqlar mümkündür, uzun müddətli əməkdaşlığın başlanğıcı istisna edilmir. Günün ikinci yarısı birincidən daha çətin olacaq. Emosional fon daha da gərginləşəcək, xırda şeylərə görə əsəbiləşə, xırdalıqlara və xırda hadisələrə kəskin reaksiya verə bilərsiniz. Bununla belə, siz narahatlıqların öhdəsindən gələ biləcəksiniz, konstruktiv münasibət və ağlabatan nikbinliyi qoruyub saxlayacaqsınız. Hər ikisi çox faydalı olacaq. Bugün köhnə problemləri və keçmişin xoşagəlməz hallarını yaxınlarınızla müzakirə etməmək daha yaxşıdır, hətta indi baş verənlərlə birbaşa əlaqəli görünsə də. Gün həm də köhnə əlaqələri bərpa etmək, mübahisə etdiyiniz insanlarla barışmaq üçün uyğun deyil. Bu, çətin ki, nəticə versin. Həddindən artıq işdən qaçınmaq vacibdir. Ona görə də gününüzü elə planlaşdırın ki, ikinci yarıda dincəlmək və bir müddət işdən ara vermək imkanınız olsun. Dolça bürcü. Günün başlanğıcı yeni tanışlıqlar, mühüm görüşlər və ictimai çıxışlar üçün idealdır. Özünüzə diqqət çəkməkdən, uğurlarınızdan və nailiyyətlərinizdən danışmaqdan çəkinməyin. Siz axmaq görünməyəcəksiniz, amma faydalı ola biləcək insanların marağına səbəb olacaqsınız. Nüfuzlu müttəfiqlər tapmaq şansını qaçırmayın. Nağd pul daxil olmaları və uğurlu sövdələşmələr mümkündür. Bəzi dolçaların köhnə borcları qaytarılacaq və ya daha əvvəl görülən işlərə görə ödəniləcək. Ulduzlar mədəni əyləncə tədbirləri təşkil edənlər üçün xüsusilə əlverişli olacaq. Günün ikinci yarısı evinizi səliqəyə salmaq, evinizi qaydaya salmaq, lazımsız şeylərdən qurtulmaq və faydalı əşyalar almaq üçün əlverişli zamandır. Təmirə başlamaq fikriniz varsa, onu dərhal itələməyin. İndi bunun üçün yaxşı vaxtdır. Axşam nə qədər yaxın olsa, zehni tarazlığı qorumaq bir o qədər çətin olacaq. Tamamilə mümkündür ki, burada məsələ sadə yorğunluqdadır, həm işdən, həm də ünsiyyətdən. Özünüzlə biraz tək vaxt keçirin, beləliklə özünüzü daha yaxşı hiss edəcəksiniz. Balıqlar bürcü. Gün problemsiz keçməyəcək, lakin müsbət tendensiyalar hələ də üstünlük təşkil edəcək, buna görə də bütün maneələri uğurla dəf edəcəksiniz. Bir çox balıqlar bugün daha əvvəl qazandıqları təcrübədən faydalanacaqlar. Özünüz kifayət deyilsə, yaxşı tanıdığınız insanlarla məsləhətləşin. Yeni tanışlardan ehtiyatlı olmaq daha yaxşıdır, xüsusən də onlar çox israrla məsləhət versələr. Yeni bir şey götürmək yaxşıdır. Yolda öyrənmək və əvvəllər haqqında qeyri-müəyyən bir fikrə sahib olduğunuz bir şeyi başa düşmək perspektivi sizi qorxutmayacaq, əksinə ruhlandıracaq. Bundan əlavə, çox xoş tanışlıqlar məhz belə şeylərlə əlaqələndirilə bilər. Ola bilər ki, onlardan birinin romantik davamı olsun. Kiçik planlaşdırılmamış xərclər ehtimal olunur. Gənc balıqların alışları uğursuz ola bilər. Bürcün yetkin nümayəndələri çox lazımlı şeylər alacaqlar, lakin kreditsiz etmək daha yaxşıdır. Ola bilər ki, bəzi məişət problemləri yaransın. Onlar çətin olmayacaq, lakin onların həlli vaxt aparacaq. Bəzi balıqlar buna görə planlaşdırılan görüşləri və ya düşüncələri təxirə salmalı olacaqlar.